Elhamdülillahi Rabbil alemin ve salatu ve selamu ala eşrefil enbiya ve seyyidil murselin emma ba'd. Rəhman və Rəhim olan Allahın adıyla həmd olsun Allaha ki, bu dinin izzətlənməsini yaxşı işə əməl edib, onu əmr etməyə, pis işdən çəkindirib, ondan çəkindirməyə bağladı. Uca Allah Qurani Kərimdə belə buyurur: Sizdən insanları yaxşılığa çağıran, xeyirli işlər görməyə əmr edən və insanları pis işlərdən çəkindirən bir ümmət olsun. Və bu kimsələr xoşbəxtlik və nicat tapmış kimsələrdir. Ali İmran surəsinin 104-cü ayəsi. Və şəhadət edirəm ki, tək və şəriksiz olan Uca Allah vəzifəsini yerinə yetirən qullarına rahatlıq vəd etdi və o, öz vədinə heç vaxt xilaf çıxmaz. Allah Teala Qurani Kərimdə buyurur: Şübhəsiz ki, Rəbbimiz Allahdır deyən, sonra sözündə düz olan kəslərə ölüm anında mələklər nazil olub belə deyəcəklər: Qorxmayın, kədərlənməyin, sizə vəd olunmuş cənnətə görə siz sevinin. Biz dünyada da, axirətdə də sizin yaxınlarınızıq. Orada cənnətdə sizin üçün nəfsinizin istədiyi hər şey vardır. Bağışlayan və rəhmədən Allahdan ruzi olaraq. Fussilet surəsinin 30, 31, 32-ci ayələri. Və şəhadət edirəm ki, Muhammed sallallahu aleyhi və səlləm risaləti tamamlayan, Allahın əmanətinə sadiq qalan, ümmətə tövsiyə edən və bu yolda canını, malını, qanını əskik etməyən bir peyğəmbərdir. Ona və ailəsinə və qiyamət gününədək onun yolunu gedənlərə Allahın salavatı və səlamı olsun. Müsəlman qardaşlarım, bugünkü danışacağımız mövzu dəvətdə səhlənkarlıq edən kimsələr haqqında olacaq. Bu ümmətin vəzifəsi, qayəsi özlərini islah etdikdən sonra başqalarını islah etmək və insanları yaxşı işlərə çağırıb, onları pis işlərdən çəkindirməkdir. Müsəlman qardaşlar, istərdim ki, bu söhbətimi bir gəncin hadisəsi ilə başlayım. Həmin gənc vaxt var idi ki, insanları dinə dəvət edərdi, danışardı, xütbə verərdi. Bir məclisdə otursaydı, insanlara dini xatırladardı. Vaxt var idi, övladlarını, zövcəsini, anasını, qohum əqrabasını dəvət edərdi. Həmişə onları başa salardı. Təzə hidayət olunduğu vaxtlarda elə bir getdiyi yer yox idi ki, orada münkər görsün, danışmasın, nəsihət etməsin, insanlara axirəti xatırlatmasın və heç vaxt razı olmazdı ki, o bir məclisdə münkər olsun, pis işlər görülsün, qeybət, yalan danışılsın və o da həmin məclisdə otursun. Əgər danışa bilməsəydi, durub o məclisdən gedərdi. Vaxt var idi, insanlara xeyirli kitablar və kasetlər paylayardı, nəsihət edərdi, sübh namazına gedəndə dostlarının qapısını döyərdi, onları namaza çağırardı. O insana baxanda Allahın bu ayəsi yada düşürdü. Allah Teala Qurani Kərimdə buyurur: Ey qövmüm, bu nə işdir? Mən sizi nicata dəvət etdiyim halda siz məni cəhənnəm oduna dəvət edirsiniz. Müminin surəsinin 41-ci ayəsi. Bu insanın əhvalatı artıq başlayır səhlənkarlaşmağa, zəifləməyə, məsuliyyət hiss etməməyə. Artıq dəvət onu maraqlandırmır. Onunla oturub saatlarla söhbət edirsən, elə bil ki, ümmətin sıxıntıları onu maraqlandırmır. Elə bil ki, qəlbsiz, hissiyatsız insanla danışırsan. Allah Teala Qurani Kərimdə buyurur: Biz əmanəti, Allaha itaət və ibadəti, şəriə hökmləri yerinə yetirməyi göylərə və yerlərə, dağlara təklif etdik. Onlar onu götürməkdən qorxub çəkindilər. Çox zalım və cahil olan insan isə onu götürdü. İnsan bu ağır əmanəti götürməklə özünə zülm etdi və cahilliyi yüzündən onun çətinliyini və ağır nəticəsini bilmədi. Əhzab surəsinin 72-ci ayəsi. Deməli, kim bu yükü daşımaqdan boyun qaçırarsa, onun üzərinə iki sifət gəlir: zalımlıq və cahillik. Həmin gənc, əgər ondan soruşsan, bu dünyadakı hədəfin nədir, qayən nədir, niyə yaşayırsan, deyəcək bilmirəm. Və ya deyəcək, hamı necə, mən də elə. Məclislərdə saatlarla oturur, amma bu məclislərdə onu düşündürən, çay içib, yemək yemək, onu bunu söhbətini etməkdən başqa bir şey deyil. Artıq onu nə ümmətin problemləri maraqlandırır, nə də dəvətin gedişatı, zəifləməsi və ya irəliləməsi. Peyğəmbər sallallahu aleyhi və səlləm bir gün Ammar ibn Yasir ilə Abbad ibn Buşru müsəlmanların keşini çəkməyə göndərir. Gecə düşəndə Abbad ibn Buşur Ammara deyir: Gecənin əvvəlini yatacaqsan, yoxsa axırını? Ammar deyir: Mən əvvəlini yatacam, sən isə axırını. Ammar ibn Yasir yatır, Abbad ibn Buşur isə ayıq qalır. Baxın, görün, onlar necə də məsuliyyət hiss edirdilər. Abbad hər şeyi yoxladıqdan sonra gecə namazına başlayır. Onlar gecələrini nə qəzet oxuyurdular, nə də musiqiyə qulaq asırdılar, nə də oturub boş xəyallara dalırdılar. Əksinə, gecəni qiyam-ı leyl ilə keçirmək onlar üçün hər şeydən üstün idi.
Müşriklərdən biri Abbadı namaz qılarkən görür və nişan alıb onu oxla vurur. Ox ona dəyir və onu yaralayır. Abbad oxu çıxardıb namazını davam edir. Müşrik onu ikinci dəfə oxla yaralayır. Yenə Abbad batmış oxu çıxardıb namazına davam edir. Müşrik üçüncü dəfə ox atır və yenə Abbadı yaralayır. Abbad ibn Buşur ambarın üstünə yıxılıb onu yuxudan oyadır. Ammar deyir, Subhanallah, qan içindəsən, niyə görə məni dərhal durğuzmadın? Abbad ibn Buşur deyir, əgər Peyğəmbər sallallahu aleyhi və səlləm məni müsəlmanların mallarının keşiyini çəkməyə qoymasaydı, müsəlmanların mallarının müşriklərin əllərinə düşməsindən qorxmasaydım, ruhum bədənimdən çıxana qədər oxuduğum Quranı yarımçıq kəsməzdim. Onlar müsəlmanların mallarını qoruyurdular və məsuliyyət hiss edirdilər. Amma bəzi insanlara dəvətdən danışanda deyir, mən nə edim? Deyirsən, müsəlmanların vəziyyəti olduqca ağırdır, deyir, mənə nə? Deyirsən, ey insan, dəyərli vaxtını itirirsən. Vaxt var idi, Quran-ı Kərimdən ayələr, Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnəsindən hədislər əzbərləmişdin. Sən elm məclislərində otururdun. Amma bugün dəvətin gedişatında, çoxalmasında, inkişafında sənin rolun nədir? Susur. Əgər ona müsəlmanların başına gələn bir müsibət barədə xəbər versən, deyir, biz Allahınıq və ona qayıdacağıq. Amma qalxıb kiməsə əl tutmaq, cibindən nəsə çıxartmaq onluq deyil. Artıq bu insan dəvəti tərk edir, bir ticarət mərkəzi açıb ticarətlə məşğul olur. Gecəsi ticarət, gündüzü ticarət, danışığı ticarət. Bu adamın ticarətdən başı ayrılmır. Bütün fikri, zikri ancaq dünya olur. Peyğəmbər sallallahu aleyhi və səlləm səhih bir hədisdə buyurur, dinarın və dirhəmin qulu həlak oldu. Əgər ona Allah yolunda nəyisə qurban verməyi, Allah rızası üçün nəyisə xərcləməyi təklif etsən, deyir, uşaqlarım, arvadım, evimin ehtiyacı var. Bahalı maşınlarda gəzmək istəyirəm, filənkəslər kimi geyinib, filənkəslər kimi keçinmək istəyirəm, onlar kimi yaşamaq istəyirəm. Peyğəmbər sallallahu aleyhi və səlləmin əshabələrindən olan Suheyb Məkkədə yaşayırdı. Çox varlı və zəngin idi. O Mədiniyə hicrət etmək istəyəndə Qureyşin müşriklərini onu hicrət etməyə qoymur. Suheyb deyir, nə istəyirsiniz? Qureyş deyir, biz səni belə buraxa bilmərik. Əvvəlcə bizimlə ticarət edib varlanmısan. İndi də həmin var dövləti götürüb Muhammedin yanına mı gedirsən? Biz buna imkan verə bilmərik. Suheyb deyir, nə istəyirsiniz? Əgər mal dövlətimi istəyirsinizsə, gedin hamısını götürün. Ancaq məni buraxın gedim Rasulullahın yanına. Bu sahabə Allah üçün dünyasını fəda etdi. Amma bəzi insanlar vardır ki, onlarla oturub söhbət edəndə onların söhbətləri sənin xoşuna gəlir. Amma əməl etməyə gəldikdə isə əməl yoxdur. Əgər bir məclisdə otursa, müsəlmanların problemləri barəsində danışır, çalışmaqdan, can yandırmaqdan, dəvəti həris olmaqdan söhbət açır. Amma özü qalxıb bir iş görsün, xeyr, özü danışır, amma başqalarına eşitdirir. Yığıncaqlarda, məclislərdə oturur, işi gücü ancaq münaqişə etməkdir. Peyğəmbər sallallahu aleyhi ve sellem səhih bir hədisdə buyurur, cəmaatlar, qövmlər doğru yolda olduqdan sonra onları azdıran spor münaqişə etmək oldu. Artıq imanın şöləsi həmin adamın qəlbində zəifləyir. Əvvəllər bir pislik görsəydi, sıxılardı, hal dəyişərdi. Amma indi haramların yanından keçəndə təsirlənmir, heyfslənmir. Haram işlərə baxır, gülür, evdə oturur, televizorda pis verilişlərə baxır, musiqiyə qulaq asır, heç bir şeyə fikir vermir. Naməhram qadınlarla deyir, gülür və elədiyi bu işdən dolayı qəlbində sıxıntı tapmır. Artıq onun qəlbi, ruhu dəyişib, artıq o haram görəndə təsirlənmir. Allah Taala bütün müsəlmanların hidayətini artırsın. Bəli, həqiqətən də insanları yaxşı işlərə yönətmək, onları pis işlərdən çəkindirmək çətindir. Artıq o insan bu yükü daşıya bilmir. İnsanların onunla istehzasına, dediqodusuna tab gətirə bilmir. Əgər ondan vaxtı barədə soruşsan, görərsən ki, vaxtının çox hissəsini zay edir. Amma əvvəllər hətta mübah bir işə belə bir dəqiqə vaxt ayırmazdı. Amma indi isə gecəsini və gündüzünü bütün vaxtını zay edib. Onun vaxtı ancaq onun bunun söhbətini etməklə, televizorda boş şeylərə baxmaqla keçir. Özü isə hiss etmədən artıq qeybət və nəmimi kimi günahlar qazanır. Əgər yatmağı barədə ondan soruşsan, 10 saat, 12 saat və yaxud daha çox yatır. Ey insan, məyər sən bizə yaxşılığa əmr etmirdinmi? Pis işlərdən bizi çəkindirmirdinmi? Sənə nə oldu ki, dəyişdin? Sənə nə oldu ki, oturduğun, durduğun məclislər ancaq qeybətdən, onun bunun söhbətini etməkdən ibarət oldu. Əgər ona Allah üçün bir işin düşsə, ehtiyacın olsa, deyir, işim var, mən məşğulam, vaxtım yoxdur. Ey öz-özünü aldadan insan, sən heç kimi aldatmırsan öz nəfsindən başqa. Əgər desən Allah üçün müsəlmanlara fayda verəsi bir iş görmək istəyirik,
Deyir, mənim imkanım yoxdur. Artıq əvvəlki həyatıma qayıda bilmirəm. Allah Teala Quran-ı Kərimdə buyurur: Ey iman gətirənlər, Allahın dininə yardım edin. Saf surəsinin 14-cü ayəsi. Küçələrdə haram işlər görən, onun bunun arvadına, qızına baxanlar və s. günah, haram iş görən müsəlmanlar Allahın dininə necə kömək edə bilər? Necə ola bilsin ki, insan haram işlərə yol versin, özü də Allahın dininə yardım iddiası ilə yaşasın, özünü yardım edənlərdən hiss etsin, başqalarını islah etməzdən əvvəl özümüzü islah etməliyik. Açıq-saçıq geyən qadınlarla bütün şəhər doludur, nəinki şəhər, hətta bütün bazarlar və məhəllələr, bütün ticarət mərkəzləri, musiqidən isə qaçma olmur, məktəblərdə, marşrutlarda, demək olar ki, bütün hər yerdə, hətta bəzi haramlar gəlib sənin evinin içinə girib televizor vasitəsilə, amma sən elə də dəvətdə səhlənkarlıq edirsən. Fikirləş ey insan, sabah uşaqların hara gedəcək, sənin uşaqların kiminlə oynayacaq, sabah onlar harada təhsil alacaqlar, kiminlə oturub, kiminlə duracaqlar və bu işdə günahkar kimlərdir? Əlbəttə ki, müsəlmanlar özləri. Hər kəs günahı özündə görməlidir. Müqəssir sən özünsən, çünki sənin özünü dinləyə bilən, sənin tabiçiliyində olan insanlara lazım olan İslami tərbiyəni verməmsən. Bunu verə bilmək üçün elm lazımdır. Elmli ola bilmək üçün oxumaq lazımdır. Oxumaq üçün isə vaxt ayırmaq lazımdır. Sözsüz ki, özündən başqa heç kimi qınama, öz günahını başqalarının boynuna atma. Əgər hər bir müsəlman boynuna düşən məsuliyyəti gücü çatan qədər yerinə yetirsəydi, gücü çatan qədər pis işləri aradan qaldırsaydı, hər şey islah olardı. Haqqı bilən hər hansı bir kimsə öz tanıdığı dostuna, qardaşına, qohum əqrabasına balaca bir kaset və ya CD və ya kiçik bir kitab hədiyyə etsəydi, bunlar insanların islah olmasına səbəb olardı. Amma çox təəssüf ki, belə insanlar azdır. Necə ki, Allah Teala Quran-ı Kərimdə bu qismi tərifləyərək belə buyurur: Kaş ki, sizdən əvvəlki nəsillərin ağıl və fəzilət sahibləri yer üzündə fitnə fəsad törətməyə qadağan edəydilər. Onların içində xilas etdiyimiz az bir qism istisnadır. Hud surəsinin 116-cı ayəsi. Başqa bir ayədə isə Allah Teala buyurur: İman gətirib yaxşı işlər görənlər azdır. Sad surəsinin 24-cü ayəsi. Əgər insanlar dəvətə can yandırsaydılar, artıq tərəzidə aldatmaq, içki içmək, oğurluq etmək, zinakarlıq, narkomaniya və s. cəmiyyəti körləyən günahlar azalardı. Necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin, Əbu Bakrin, Ömərin, Osmanın və Əli radiyallahu anhın dövründə azalmışdı. Bəzi insanlar nəfslə cihadı son plana salaraq əllərində şüar tutublar. Nəfslə cihad heç zaman qurtarmayacaq və şeytan insandan ölənə qədər əl çəkməyəcək. Bu haqq şüarlar altında şeytanın maraqlarına qulluq edirlər və insanları öz nəfsləri ilə mübarizə aparmaqdan yayındırırlar. Bəli, şeytan insandan ölənə qədər əl çəkməyəcək. Amma Allahın öz bəndələrinə yardım etməsi üçün müəyyən dərəcələr vardır ki, insanlar o dərəcələrə çatmalıdırlar ki, layiq olmalıdırlar ki, Allah onlara izzət versin. İkincisi, hər hansı bir məsələdə təkcə həmin məsələnin əmr hissəsini götürüb əməl etmək olarmı? Sözsüz ki, yox. Məsələn, Allah Teala Quran-ı Kərimdə buyurur, namaz qılın. Amma sən hər hansı bir istədiyin vaxtda, istədiyin şəkildə namaz qıla bilərsənmi? Yox, çünki müəyyən vaxtlar vardır ki, o vaxtlarda namaz qılmaq qadağan olub. Və ya Allah Subhanahu taala buyurur, həcc edin. Sən istədiyin vaxta götürüb, istədiyin şəkildə həcc edə bilərsənmi? Yox, çünki həccin şərtləri, rükunları və özünə məxsus qaydaları və xüsusi bir vaxtı var. Və yaxud Allah Teala buyurur, zəkat verin. Sən bu əmri götürüb istədiyin vaxtda zəkat verə bilərsənmi? Sözsüz ki, yox. Zəkatın özünə məxsus qayda, qanunları və şərtləri var. Bəzi qardaşlar Qurandan bir əmr eşidəndə onu yerinə yetirməyə çalışırlar. Bu çox gözəl bir xüsusiyyətdir. Amma ehtiyatlı olun ki, şeytan sizi aldatmaq üçün sizin imanınızdan istifadə etməsin. İnsanlardan elm üzərində azanlar olduğu kimi iman üzərində də azanlar olub. İmanlı olmaqlarına baxmayaraq onlar zəlalətə düşüblər. Necə ki, xavariclər kimi. Və əhl-i-sünnə vəl-cəmaa bu yerdə çox gözəl bir söz buyurur. Məsələ Allahı sevmək deyil, məsələ Allaha sevimli olmaq deyil. Əsas məsələ Allah tərəfindən sevilməkdir. Çox sevənlər var ki, sevilmir, çox xeyir istəyənlər var ki, onlar xeyrə çatmayıblar. Allahdan istəyirəm ki, bizi şeytanın addımları arxasıca gedənlərdən və dəvətdə səhlənkarlıq edənlərdən etməsin. Bəzi insanlara dəvətlə əlaqəli bir iş verilsə, həmin işi, vəzifəni lazım olan, tələb olunan bir şəkildə yerinə yetirməzlər.
Artıq belə insan dəvətdə davamiyyət göstərə bilmir, ona iş tapşırılır, amma çox keçmir ki, işi yarımçıq buraxır. Əgər niyə belə etdiyinin səbəblərini soruşsan, deyəcək, bilmirəm. Onu bu hala salan nədir, bilinmir. Amma ola bilsin ki, onu zəiflədən bəzi səbəbləri, amilləri zikr edəcəyik, sadalayacağıq. Ey insan, ola bilsin ki, dəvətə başlamısan, sonra qəlbinə riya girib, dəqiqini isə Allah bilir. Uca Allah Quran-ı Kərimdə buyurur, kim Rəbbi ilə qovuşacağı günə ümid edirsə, salih əməl işləsin və elədiyi ibadətdə heç kimi Rəbbinə şərik qoşmasın. Kəf surəsinin 110-cu ayəsi. Çalış, elədiyin ibadəti Allahla öz aranda gizli tut. Hətta ən yaxın adamlarına, ailənə belə söyləmə. Əgər qəlbində elədiyini ibadətə görə başqalarından çox sağ ol, tərif gözləmək istəyi və hissi varsa, bil ki, bu riyaya açılan bir qapıdır, hətta açılmasa belə. Sələf alimlərindən biri buyurur, əgər bacarsaydım, gecə namazımı mələklərdən də gizli tutardım. Ola bilsin ki, qəlbinə dünya və onun fitnəsi girib. Necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm səhih bir hədisdə buyurur, dünyadan və qadınların fitnəsindən qorxun, çəkinin. Qadında kişi üçün iki fitnə var, biri gözəllik, ikincisi isə şəhvət. Gözəlliyə gəldikdə qadınlar gözəl ola bilər və ya gözəl görsənib səni aldada bilər. Necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur, Bəni İsraili də ilk yoldan çıxardan qadınlar oldu. Bu vaxt səni aldadan bu gözəlliyin faniliyi və mənfi xüsusiyyətləri barəsində fikirləş. Bu gülün solacağını və o gözəlin öləcəyini və torpaq altında çürüyəcəyini düşün. Və bir də fikirləş ki, Allahın vəd etdiyi daha gözəldir və əbədidir. Səni Allahın zikrindən yayındıran bu gözəllik, Allahın sənə vəd etdiklərinin, cənnətin və cənnət qadınlarının yanında, dənizlərdən, okeanlardan bir damla belə deyil. Sələf alimlərindən biri belə buyurur, əgər şeirlərdəki və mahnılardakı sözlər doğru olsaydı, bütün insanlar gərək bir-birini sevəydilər. Eşq insana xəyanət edir, məhəbbət çox vaxt insana həqiqəti görməyə qoymur, məhəbbət əsiri olan çox vaxt zahiri ilə kifayətlənir. Halbuki insan bilməlidir ki, daxili və ya batini xarab olan hər bir şeyin xarablığı keçdə zahirə vuracaq. Şəhvət fitnəsinə gəldikdə isə Peyğəmbər sallallahu aleyhi və səlləm səhih bir hədisdə buyurur, bil ki, başqa qadınlarda olan şeylər sənin qadınında da var. Müsəlman qardaşım, bir şey yadında saxla və bil ki, bütün fitnənin başı gözdür. Peyğəmbər sallallahu aleyhi və səlləm səhih bir hədisdə buyurur, kim bir qadının gözəlliyindən Allahdan qorxduğu üçün gözünü çəkərsə, o insan Allaha qovuşana qədər Allah ona imanın şirinliyini daddırar. Hədisi İmam Tirmizi, Əbu Davud, Əhməd, Hakim, Beyhəq rəvayət etmişdir. Şeyx Albani hədisi həsənləşdirmişdir. Fitnə gözdən girir, qəlbə keçir, əzalar da qəlbin istəyini yerinə yetirir. Sələflərdən biri buyurur, bir anlıq qəflət, bir anlıq şəhvət və ya bir baxış sənin həyatını qaraldan fitnənin başlanğıcı ola bilər. Əgər qəlb bütün əzaların padşahıdırsa, göz də qəlbin padşahıdır. Zina fitnəsindən qorunmaq üçün ikinci və ya üçüncü evliliyi səbəb götürənlərə gəldikdə isə qulaq asın. Bu fitnədən qorunmaq üçün 3 yol var. Birinci, düşüncələrinlə mübarizə, ikinci, oruç tutmaq, üçüncüsü isə evlənmək. Əgər insan düşüncələri ilə mübarizə apara bilməzsə və ya oruç tutmursa, ikinci, üçüncü və ya dördüncü evlilik ona dərman olmaz. Gözü həmişə ac olar, həmişə bayırda qalar. Buna görə də bəzi insanların evləndikdən sonra zəifləmələrinin sirri mənəvi mübarizəni və orucu tərk etmələri olub. Allah bir kişinin qəlbində şəri sərhədləri pozmamaq şərti ilə 4 sevda toplanmasına izin vermiş, yəni ədalətli olmaq şərti ilə. Amma ola bilsin insanın dərmanı ikinci evlilik olmasın, ola bilsin ki, bu onu dəvətdə zəiflədən ən böyük amil olsun, dəqiqini isə Allah bilir. Ey insan, ola bilsin ki, səni zəiflədən səbəb zövcənə və övladlarına həddən artıq bağlanmağındır. Allah Teala Quran-ı Kərimdə səni Allahın zikrindən yayındıran aləni düşman adlandıraraq belə buyurur. Ey iman gətirənlər, zövcələrinizdən və övladlarınızdan sizə düşman olanlar var, onlardan özünüzü gözləyin. Təğabun surəsinin 14-cü ayəsi. Allah Teala başqa bir ayədə dünyaya bağlanmağı təhlükə adlandıraraq buyurur. Allah yolunda mallarınızı infaq edin, xərcləyin, dünyaya bağlanaraq öz əlləriniz ilə özünüzü təhlükəyə atmayın. Allah rızası üçün yaxşılıq edin, Allah yaxşılıq edənləri sevər. Bəqərə surəsinin 195-ci ayəsi. Məyər eşitmədinmi münafiqlər Peyğəmbər sallallahu aleyhi və səlləmin yanında nə üzrxahlıq edirdilər? Peyğəmbər sallallahu aleyhi və səlləm onlara Allah yolunda
dəvətə fayda verməyə çağıranda onlar belə dedilər: mal dövlətimiz və ailələrimiz başımızı qatdı, səninlə yola çıxa bilmədik, Allahdan bizim üçün bağışlanma dilə. Fəth surəsinin 11-ci ayəsi. Onlar həmişə mal dövləti, oğul uşağı, evi üzür bəhanə gətirərək deyirdilər. Allah Teala Qurani Kərimdə münafiqlərin dilindən buyurur: evlərimiz kimsəsizdir. Əshab surəsinin 13-cü ayəsi. Ey qardaşım, nə ifrata varmaq olar, nə də təfritə, yəni nə çox həddi aşmaq olar, nə də səhlənkarlıq etmək. Biz demirik öz ailəni, övladlarını, evini, özünü tərk et, onlarla maraqlanma, xeyr. Necə ki Salman Farisi buyurur: nəfsinin, ailənin, bədəninin, zövcənin sənin üzərində haqları var. Amma özünü qoru o şeydən ki, gecə və gündüzünü və bütün vaxtını və yaxud dinə zərər verəcək şəkildə vaxtını zövcənə, övladlarına, bir sözlə dünyayı sərf edəsən, amma bir saat da olsun dəvətə vaxt ayırmayasan. Ey insan, gündə nəyisə əzbərləmək üçün, öz nəfsini tərbiyə etmək üçün, kimə isə haqqı başa salmaq üçün, haqqı çatdırmaq üçün bir saat ayırmaq sənə nə zərər verər? Öz tanıdığın adamlara, dost tanışlarına, qohum əqrabalarına yaxınlaşıb, onlara haqqı başa salsan, dünyada ikən şeytanın onlara qəflət beşiyində laylay çaldığını, ölüm gələndə isə oyanacaqlarını hikmətlə başa salsan, nə itirərsən? Heç bir şey. Əksinə savab qazanarsan, boynundakı məsuliyyəti yüngülləşdirmiş olarsan. Əgər 100.000 dünya üçün xərcləsən, 2.000, 3.000 Allah rizası üçün dəvətin xeyrinə xərcləsən, bu sənə nə zərər toxundurar? Əgər maşınını saatlarla dünyavi ehtiyaclarını ödəmək üçün sürsən və 10 dəqiqə Allah üçün harasa getsən, bu sənə nə zərər verər? Ey insan, səni bu hala salan zəiflədən nə oldu? Ola bilsin ki, səni zəiflədən səbəb İslamı yaşamaqdan məqsəd ancaq elm məclislərinə gəlib getmək olduğunu zənn etməyindir. Bax, özünə qurduğun gündəlik cədvəlinə, elm məclislərində oturursan, amma öyrəndiyin bu elmi həyata keçirirsənmi? Əbu Səid el-Xudri bu yerdə gözəl buyurur: nə qədər istəsəniz oxuyun, nə qədər istəsəniz eşidin, amma bilin ki, Allah öyrəndiklərinizə əməl etməyincə sizi mükafatlandırmayacaq. Başa salmaq üçün bilmək lazımdır, bilmək üçün öyrənmək lazımdır, öyrənmək üçün isə vaxt ayırmaq lazımdır. İnsana verilən ən böyük nemət dini İslamdan sonra sağlamlıq və vaxtdır. Amma insan tərəfindən ən asanlıqla itirilən də vaxtdır. İmam Şafi bu yerdə buyurur: vaxt üzərinə gələn bir qılınc kimidir, sən onu kəsməsən, o səni kəsəcək. Nəfsini haqla məşğul etməsən, o səni batillə məşğul elətdirəcək. Bəs nəfsini haqq ilə deyil, batil ilə özü məşğul elətdirənlərin aqibəti nə olacaq? Necə ki, ədiblərdən biri nəfsi belə təsəvvür edərək buyurur: İnsanın nəfsi onun içində olan amansız, vəfasız bir canavardır. Hətta öz sahibinə belə rəhm etmir. Allah insanı içindəki heyvanı adam eləmək üçün dünyaya göndərdi. Necə ki, insan dünyavi istəklərinə çatmaq üçün davamiyyətli gündəlik mübarizə aparır, eləcə də bilməlidir ki, din də davamiyyətli mübarizədir. Allah müsəlmanlara bu işdə kömək olsun. Ey qardaşım, ola bilsin ki, səni zəiflədən səbəb oturub durduğun insanlardır. Bir çoxlarının proqramı axşam yatıb, səhər durub işə getmək, işdən qayıtdıqdan sonra onun bunun yanına gedib boş bekar dayanmaq, bir sözlə günlərini belə keçirtməkdir. Onlarla bir yerdə oturanda onlardan dünya söhbətlərindən başqa bir şey eşitməzsən. Tanışdıqları ancaq ticarət, satılan torpaqlar, yeni çıxan maşınlar, təzə tikilən villalar və ən son futbol xəbərləri və s. ibarət olur. Necə ki, Peyğəmbər sallallahu aleyhi ve sellem səhih bir hədisdə buyurur: Allah kiməsə xeyir istəsə, onun əyyanlarını, dostlarını yaxşı insanlar edər. Kimə xeyir istəməsə, onun dostlarını şər insanlar edər. Ey insan, ola bilsin ki, səni zəiflədən televizorda gedən əxlaqsız teleseriallardır. Ümumiyyətlə, televizor həm fərdlər üçün, həm ailələrin sabit qalması üçün, həm sağlam cəmiyyət üçün əqidə, sosial, əxlaq, ibadət baxımından bir çox təhlükə yaradır. Əqidə baxımından televiziyada nümayiş etdirilən əksər filmlər küfr əhlinin, batil şüarlarının və dini ayinlərinin təbliği ilə məşğuldur. Filmlərdəki bir çox dini simvolların televiziyada nümayişi xristiyanlığı təzim etmək, böyütmək və bu dini yaymaq xarakteri daşıyan missiyadır. Televiziyada əksər hallarda tövhidin əksi olan sehirbazlığın, falçılığın nümayiş etdirilməsi insanlar içərisində bu kimi batil inanclara maraq yaradır. Allahın düşmənlərinə qarşı istək, sevgi yaradır və nifrət hissini aradan qaldırır.
Allahın güc qüvvətinə qarşı insanlarda şübhə yaradır. Bir sözlə insanlara Allahı və axirəti unutturur. Sosial baxımdan qətl, qəsbkarlıq kimi kriminal səhnələrinin nümayişi cinayətə hərislik yaradır. Necə oğurluq etməyin, necə bank soymağın yollarını, fırıldaqçılıq və kələkbazlıq kimi cəmiyyətə mənfi təsir göstərən günahların edilmə qaydalarını öyrədir. Qadınların özlərini kişilərə, kişilərin qadınlara bənzətmə hallarına tez-tez müşahidə olunur. Yeniyetmələr alimlərdən və ziyalı insanlardan nümunə götürmək əvəzinə müğənnilər və aktyorlardan nümunə götürürlər. Televiziya qarşısında davamiyyətli oturmaq qohumluq əlaqələrini zəiflədir, iş görmə qabiliyyətini azaldır, ərlə arvad arasında münaqişə yaradır. Əxlaq baxımından kişi necə qəlbindəki aktrisalara təmas salırsa, eləcə də qadın aktyorlara təmas salır. Aktrisaların açıq-saçıq geyimləri abırlı insanların geyimlərinə də mənfi təsir göstərir. İnsanlardan həya sifəti yavaş-yavaş götürülür. Azyaşlı gənclərin necə tanış olmasını, necə söhbət aparıb, necə sevmələrini öyrədir. Bir sözlə gənclərin bütün fikri, zikri belə şeylər olur. Bu da cəmiyyətin gələcəyi olan gənclərin elmdən uzaqlaşmasına və gələcəkdə elmli kadrların azalmasına səbəb olur. Filmlərdəki nümayiş etdirilən zina səhnələri zinanın yayılmasına və çoxalmasına səbəb olur. İbadət baxımından gecə yarısına kimi televiziyaya baxmaq kişini gecə namazından və sübh namazını cəmaatla qılmaqdan və bir çox xeyirli işlərdən məhrum edir. Əgər kinoya baxarkən ibadətin vaxtı gəlirsə, ibadəti gecikdirir və yaxud aradakı reklam fasilələrində gedib tezbazar namazı başdan ötürü edir ki, bu namazın da tezliyi quşun yerdən götürməsinə bənzəyir və bu namaz da münafiqlərin namazına oxşayır. Belə şeylərə baxmaq qəlbdəki imanın nurunu öldürür. Allah Subhanahu taala bizləri qorusun. Ey insan, ola bilsin ki, başqalarını haqqa dəvət edərkən özünü yaddan çıxartmağın səni zəiflədib. İnsanları haqqa dəvət edirdin, amma öz nəfsinə və ailənə nəsihəti yaddan çıxartmışdın. İnsanların haqqa gəlməyi üçün çox yan yandırdın, amma çox keçmədi ki, özün də yandın, özün də haqq yoldan azdın. Şeytan insanı birdən-birə aldatmır, yavaş-yavaş tədricən öz işini görür. Baxışlar, yaxınlaşmalar, danışıqlar, gülüşlər, düşüncələr, fikirlər, istəklər, hərəkətlər və s. Allah Teala Quran-ı Kərimdə buyurur, şeytanın hilələrinə aldanmayın, şeytanın addımlarına tabi olmayın. Bəqərə surəsinin 168-ci ayəsi. Sələflər bu ayədə keçən şeytanın addımlarını çıxılmaz quyular kimi baxırdılar. Ey insan, qulaq as gör, İbn Qayyim bu yerdə nə gözəl buyurur. Günahların acı aqibətindəndir ki, günahlar insanı savab işlərdən məhrum edir. Günahlar insana zəlillik gətirir. Günahlar insanın həyasını aparır. Günahlar qəlbin Allaha bağlılığını, Allaha tərəf yönəlməsini zəiflədir və ya qəlbin Allaha yönəlməsini tamamilə dayandırır. Günahlar Allahın öz qulunu unutmasına səbəbdir. Günahlar cənnətə gedən yolları unutmağa səbəbdir. Günahlar qəlbin bəsirət gözünü kör edir və s. Əgər bu günahın qabağı alınmasa, Allahdan adam üçün afiyət istəyirik. Ey insan, ola bilsin ki, səni dəvətdə zəiflədən, səhlənkar edən səbəb bu həyatdakı hədəfini, qayəni bilməməyindir. Əgər ondan soruşsan, bu dünyada nə istəyirsən? Ya deyəcək, evlənmək, sonra dünyaya uşaq gətirmək, sonra ev tikib, öz zövcəm və övladlarımla orada yaşamaq. Soruşsan, bəs sonra nə edəcəksən, axırın nə olacaq? Ya deyəcək, ölüm, o zaman ona deyirik ki, ölümü əvvələ sal ki, uzun arzulardan biraz başın açılsın. Ya da deyəcək, hamı necə biz deyilə, ey insan, çoxluq səni aldatmasın. Əgər indiki zamanda çoxluğun palazına bürünsən, çoxluq səni uçuruma aparar. Allah Teala necə ki, Quran-ı Kərimdə buyurur, sən onların dinə iman gətirilməsinə həris olsan da, onların çoxsu iman gətirən deyil. Ola bilsin ki, səni dəvətdə zəiflədən səbəb, dəvət etdiyin halda özünün əməl etməməsidir. Quran oxumağı, gecə namazını, zikr etməməyi, nafilə oruç tutmağı və s. ibadətləri tərk etməyindir. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur, Peyğəmbər sallallahu aleyhi və səlləm səhih bir hədisdə buyurur, cəhənnəm əhli onları haqq yola dəvət edən kimsəni cəhənnəmdə görəndə təəccüblə soruşacaqlar. Ey filan kəs, səni bura salan, sənin burada nə işin var?
axı sən bizi dinə dəvət edir, haqqı başa salmırdınmı? Həmin adam cavabında belə deyəcək: sizi dəvət edirdim, amma özüm əməl etmirdim. Hədisi İmam Buxari rəvayət etmişdir. Sübhanallah, Allah bizləri qorusun. Amma bax alimlərin həyatına. Süfyan-ı Sövri barəsində belə rəvayət olunur ki, sübh namazının əzanı veriləndə ayaqlarını yuxarı qaldırıb başını aşağı salardı. Niyə görə? Çünki gecəni o qədər ibadətdə keçirərdi ki, qan onun bədənində aşağı istiqamətdə ayaqlarına yığılardı və belə edərdi ki, ayağına yığılmış qan yenidən bədəninə qayıtsın. Tələbələrindən biri onun barəsində belə rəvayət edir ki, heç vaxt onun dilini əmr-ü bil-mərufdan, insanları yaxşılığa yönəldib pis işlərdən onları çəkindirməkdən və ya zikirdən boş qalan görmədim. Gecə onunla bərabər ikən dəstəmaz almaq üçün ona su gətirdim və suyu aparıb onun qabağına qoydum. Özüm isə gedib yatdım. Sübh namazı üçün qalxanda gördüm ki, qoyduğum su necə var eləcə də qalıb və Süfyan-ı Sövri sağ əlini sağ yanağının altına qoyub nə isə fikirləşir. Soruşdum, Allah sənə rəhm etsin, nəsə olubmu? O belə dedi: suyu mənə yaxınlaşdırandan bəri mən belə haldayam. Soruşdum, niyə? Dedi, uzunluğu 50 minlə bərabər olan bir gün barəsində, yəni qiyamət günü barəsində fikirləşirəm. Müsəlman qardaşlar, o bütöv gecəni düşünürdü. Amma biz necə? Gecəni demirəm, görəsən gündüzləri və o anları bir dəqiqə də olsun fikirləşirikmi? Fikirləşmək və düşünmək böyük xoşbəxtliyin açarı olduğu kimi, həmçini böyük bədbəxtliklərin də açarıdır. Necə ki İbn Məsud buyurur, görmürsünüz ki, insanlar birinci düşünürlər, sonra tövbə edirlər. Allah Taala bizi düşünərək doğru yola gələnlərdən etsin və düşünərək azanlardan etməsin. Ey insan, ola bilsin ki, səni dəvətdə zəiflədən səbəb Allahın müsəlmanlara izzət verməyəcəyindən ümid üzməyindir. Kafirlərin müsəlmanlar üzərində olan qələbəsi səndə çaşqınlıq yaradıb. Kafirlərin müsəlmanlara qalib gəlməsi o demək deyil ki, Allah kafirləri müsəlmanlardan daha çox sevir və ya onlar haqq yoldadırlar. Əksinə, necə ki, ana öz uşağını tərbiyələndirmək üçün ayaqqabısını və ya yerdən bir ağacı alıb uşağını döyürsə, uşağının başına vurursa, o demək deyil ki, ana əlindəki ağacı və ya ayaqqabısını öz övladından daha çox sevir. Ana uşağı doğru yola gəlsin deyə belə edir. Allah da müsəlmanlar ayılsın deyə belə edir. Amma müsəlmanlar yenə də ayılmırlar. Allah Taala Qurani Kərimdə buyurur, Allah kimi alçaldarsa onu ucaldan tapılmaz. Həcc surəsinin 18-ci ayəsi və başqa bir ayədə izzət Allaha, peyğəmbərlərinə və möminlərə məxsusdur. Amma münafiqlər bunu bilməzlər. Və Peyğəmbər sallallahu aleyhi ve sellem bir hədisdə buyurur, Allah zəlilliyi və alçaqlığı mənim əmrimə asi olanlar üçün etdi. Hədisi İmam Əhməd Həsən isnadla rəvayət edib. Əgər müsəlmanlar Allahın dediklərini yerinə yetirsəydilər və qadağan etdiklərindən çəkinsəydilər, Allahın onlara kömək edəcəyindən yəqin arxayın olsunlar. Müvəqqəti çətinliklərə, imtahanlara görə Allahdan ümidlərini üzməsinlər. Necə ki Allah Taala buyurur, hər kim Allahın dünyada və axirətdə ona, peyğəmbərinə kömək etməyəcəyini zənn edərsə, qoy göyə evin tavanına bir ip uzatsın, sonra ipi boğazına salıb, sonra ipi kəssin. Görək onun qəlbində olan bu pis fikir pis zəng edəcəkmi? Həcc surəsinin 15-ci ayəsi. Başqa bir ayədə Allah subhanahu taala buyurur, nəhayət peyğəmbərlər ümidsizliyə qapandıqları və özlərinin kafirlər tərəfindən yalancı hesab edildiyini zənn etdikləri vaxt bizim köməyimiz onlara yetişdi. Yunus surəsinin 111-ci ayəsi. Ey insan, ola bilsin səni dəvətdə zəiflədən səbəb dəvət etdikdən sonra nəticəni tapa bilməməyindir. Elədiyin dəvətin səmərəsini görməməkdir. Bunun isə iki səbəbi var. Birincisi düzgün dəvət aparmamaq və ya elmsiz, səbirsiz dəvət aparmaq. İkincisi isə dəvət olunan insanların doğru yola gəlmək istəmədikləri üçün Allahın da onları hidayət etmək istəməməsidir. Dəvət olunanların ikinci qismə aid olub-olmamasını təyin etmək çox vaxt bir çox insanlar üçün çətindir. Məhz buna görə də sən davamiyyətli nəsihətdə ol, insanların hidayətinə səbəb olan fürsətlərdən həmişə istifadə elə. Sən doğru düzgün dəvət apardıqdan sonra da nəticəni tapa bilməsən, üzülmə. Necə ki, Nuh Peyğəmbər 950 il yaşayır, dəvət edir, çalışır, amma cəmi 10-15 nəfər adam ona iman gətirir. Bilirsən, Nuh nə edirdi? İnsanları dinə, imana dəvət edirdi, onlara haqqı başa salırdı. Onun qövmi o dərəcəyə çatmışdılar ki, hətta Nuh Peyğəmbəri görəndə paltarlarını başlarına keçirirdilər və təkəbbürlük edirdilər. İnsanların
mənfi təsir göstərməsi, icabət etməməsi Nuh Peyğəmbəri ümidsizliyə aparmırdı. Əksinə öz dəvətində davamiyyətli mübarizə aparırdı. Allah Teala Nuh Peyğəmbərin dilindən Quran-ı Kərimdə buyurur: "Sonra mən onları uca səslə açıq-açığına haqqa dəvət etdim. Daha sonra onlara iman gətirmək lazım olduğunu aşkar söylədim, gizli bildirdim və dedim ki, tövbə edib Rəbbinizdən bağışlanma diləyin, çünki o çox bağışlayandır." Müslimin rəvayət etdiyi bir hədisdə isə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur: "Qiyamət günü elə Peyğəmbər olacaq ki, onunla heç kim gəlməyəcək, tək tənha olaraq Allah Subhanahu taalanın huzuruna çıxacaq. Dünyada insanları Allahın dininə dəvət edir, axirəti onlara xatırladır, insanlara nəsihət edir, onları yaxşı işlərə yönəldir, pis işlərdən onları çəkindirir, ölənə qədər çalışır, amma heç kim ona qulaq asmır, icabət etmir və qiyamət günü gələndə tək tənha olaraq gəlir." Allah Teala Quran-ı Kərimdə buyurur: "Sən çox istəsən də insanların əksəriyyəti iman gətirən deyil. Ey qardaşım, insanların əksəriyyətinin iman gətirməməsi səndə ümidsizlik yaratmasın. İslam həmişə keyfiyyətlə izzət tapıb sayla deyil. İnsan var ki, 10 minlərə, 100 minlərə və ya milyonlara bərabərdir. Amma milyonlar var ki, bir insana bərabər deyil. Necə ki, bir hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm müsəlmanların zəifliyi barədə xəbər verəndə sahabələr soruşur: "Ey Allahın Rəsulu, biz o gün sayca azmı olacağıq?" Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur: "Xeyr, siz o gün çox olacaqsınız, amma dənizin üzərindəki köpüklər kimi olacaqsınız." Allah Teala bizləri eşitdiklərimizə əməl edənlərdən etsin. Ey insan, ola bilsin ki, səni dəvətdə zəiflədən səbəb qarşılaşdığın çətinliklərdir. Ola bilsin, nə vaxtsa çoxlu pul xərcləmsən və ya sənə hansısa müsibətlər, sıxıntılar üz verib və ya səninlə istehza ediblər, dözməmsən. Amma sən elə zənn edirdin ki, Allah yoluna dəvət etmək qızıl güllərlə bəzədilmiş rahat bir yoldur. Dəvət etmək sənə ancaq mal, dövlət, şan, şöhrət gətirəcək. Zərrə qədər də əziyyət çəkməyəcəksən. Bunun əvəzində hamı sənə çox sağ ol deyəcək. Amma dəvətə başladın, çoxlu malın xərcləndi, bəzi insanlar sənə iftira atdılar, səninlə istehza etdilər və sən də çox keçmədi ki, dəvəti tərk edib dünyaya bağlandın. Amma Peyğəmbər sallallahu aleyhi və səlləmin əshabələrini isti qumun üzərində uzadıb, sinələrinə ağır daş qoyub əzirdilər, bellərinə isti köz yapışdırırdılar. Ammar İbn Yasirin anasını gətirib gözünün qabağında nizə ilə öldürdülər. Amma bunlar onları döndərmirdi. Peyğəmbər sallallahu aleyhi və səlləm onları görəndə belə dedi: "Səbr edin ey Yasir ailəsi, sizin görüşəcəyiniz yer cənnətdir." İbn Abbas radiyallahu anh deyir: "Onlara Məkkədə o qədər əzab əziyyət verirdilər ki, onlar bu əziyyətlərə tab gətirə bilmirdilər. Onlardan birini tutub bir bütün yanına gətirdilər və məcbur edirdilər ki, belə desin: mənim Allahım budur. Və o da əzabın şiddətindən, istəmədən, qəlbi imanla və tohidlə dolu olduğu halda belə deyirdi: bəli, bu mənim ilahımdır." Bir dəfə müşriklərdən biri əsir düşmüş, eydam meydanında olan sahabəyə yaxınlaşıb dedi: "Sən istəyərdinmi ki, səni öz ailənin yanına göndərək, gedib rahat yaşayasan və Peyğəmbəri gətirib sənin yerini asaq?" Sahabə dedi: "Mən heç vaxt razı olmaram ki, mən evimdə, arvad uşağımın yanında rahat olum, amma Peyğəmbər sallallahu aleyhi və səlləm ayağına bir tikan belə batsın." Və sonra həmin sahabəni dara çəkdilər və sonra da tikə-tikə doğradılar. Allah Teala Quran-ı Kərimdə buyurur: "Şübhəsiz ki, Allah möminlərdən onların canlarını və mallarını vəd edilmiş cənnət müqabilində satın almışdır." Tövbə surəsinin 111-ci ayəsi. Bir gün Peyğəmbər sallallahu aleyhi və səlləm Həbib radiyallahu anhə məktub yazır və verir ki, aparıb yalançı Peyğəmbər Müseyləməyə çatdırsın. Və Həbib də məktubu aparıb Müseyləməyə çatdırır. Müseyləmə məktubu oxuyanda az qalır ki, hirsindən partlasın. Müseyləmə üzünü Həbibə tutub deyir: "Məyər sən şəhadət verirsənmi ki, Məhəmməd Allahın Peyğəmbəridir?" Həbib deyir: "Bəli, mən şəhadət verirəm ki, Məhəmməd Allahın həqiqi Peyğəmbəridir." Müseyləmə dedi: "Bəs sən şəhadət verirsənmi ki, mən də Peyğəmbərəm?" Həbib onunla istehza edərək: "Qulaqlarımda karlıq vardı, səni eşidə bilmirəm." Bunu eşidəndə Müseyləmə qızdı, onun əl-qolunu bağlatdırdı və cəllad çağırtdırdı və Həbibə dedi: "Sən şəhadət verirsəm ki, Muhammed Peyğəmbərdir?" Həbib də dedi: "Bəli." Müseyləmə dedi: "Sən şəhadət verirsənmi ki, mən də Peyğəmbərəm?" Həbib: "Qulaqlarımda karlıq var, səni eşidə bilmirəm," dedi. Müseyləmə əmr etdi, cəllad onun bir tərəfini qılıncla kəstirdi. Oğlan bütün qana boyandı. Müseyləmə yenə soruşdu və yenə eyni cavabı aldı. Müseyləmə onun o biri tərəfini də kəstirdi.
beləcə Həbib bu sözləri deməkdə davam edirdi. Mən şəhadət verirəm ki, Muhammed sallallahu aleyhi və səlləm Allahın qulu və elçisidir, peyğəmbəridir. Qulaqlarımda karlıq var, səni eşidə bilmirəm. Və beləcə də o canını Allah üçün fəda etdi. Müsəlman qardaşlar, dəvətin izzətlənməsi üçün əsas qayə insanın Allah üçün canını, malını verməyə hazır olmasıdır. Necə ki Allah Subhanahu taala Qurani Kərimdə buyurur, şübhəsiz ki Allah möminlərdən onların canlarını və mallarını vəd edilmiş cənnət müqabilində satın almışdır. Həbibin ölüm xəbəri onun anasına çatdırılanda deyir, mən onu bunun üçün hazırlamışdım və savabını da Allahdan gözləyirəm. Bir müddət keçdikdən sonra müsəlmanlar yalançı peyğəmbərin qoşununu darmadağın edirlər və Allahın izni ilə qələbə qazanırlar. Həbibin anası meyitlərin içinə girib Müseyləmənin cəsədini axtarır. Onun meyitini tapanda belə deyir, sənin axırın belə də olmalı idi. Həbib Allahın rəhmətinə getdi, amma sən Allahın lənətinə və sonra Allahın bu ayəsini oxudu. Allahı zalimlərin etdiyi əməllərdən qafil qaldığını sanma. Elə hesab etmə ki, Allah zalimlərin etdiyi əməllərdən qafildir. İbrahim surəsinin 42-ci ayəsi. Və şair bu yerdə gözəl söyləyir, yaşasın zalimlər üçün cəhənnəm. Amma çox analar indi Həbib kimi oğullar dünyaya gətirməkdən məhrum olublar. Peyğəmbər sallallahu aleyhi və səlləmin əshabələri Allah üçün canlarından, mallarından və sevdiklərindən keçirdilər. Başqa bir ümmətlərə gəldikdə isə özünü Allah edən Fironun xidmətçisi barəsində eşitdinmi? Həmin xidmətçi bir gün Fironun qızının saçlarını darayanda daraq əlindən yerə düşür. Əyilib darağı götürəndə Bismillah deyir, yəni Allahın adı ilə. Fironun qızı soruşur, Bismillah deməklə atamı mı qəsd edirsən? Qadın deyir, yox, qəsd etdiyim Allah mənim, sənin, atanın və bütün aləmlərin Rəbbidir. Fironun qızı bu sözləri atasına xəbər verdi. Bu Firon idi ki, yer üzərində fitnə fəsad törədirdi və insanları öldürürdü. Firon xidmətçisini huzuruna çağırtırdı və qadına dedi, sənin məndən başqa bir ilahın mı var? Qadın dedi, bəli, mənim Rəbbim, sənin Rəbbin və aləmlərin Rəbbidir. Firon o qadının uşaqlarını gətirdi və bir-bir onun gözünün qabağında qaynar suya attırdı. Qadının gözü qabağında uşaqlarının əti zümüşlərindən ayrıldı. Qadın uzun müddət öz uşaqlarına baxdı və ağlayaraq üzünü Firona tərəf çevirib dedi, səndən bir xahişim var. Firon elə bildi ki, qadın yumşalıb və əvvəlki fikirlərindən dönüb. Firon dedi, buyur. Qadın dedi, məni də öldürdükdən sonra mənimlə uşaqlarımın sümüklərini bir parçanın içərisinə qoyub bir yerdə bastırasınız. Firon dedi, bunu etmək bizim borcumuzdur. Qadını oda atmaq istəyəndə qadının qucağında südəmər körpə var idi. Həmin körpə Allahın izni ilə dilə gəlib dedi, ey ana, səbr et, sən haqq üzərindəsən. Və uşağı ilə bərabər onu da oda atdılar. Peyğəmbər sallallahu aleyhi ve sellem meyraca qalxanda bu qadının və uşaqlarının iyini səmalarda duyurdu. Bilmək olmur, insanı dəvətdən saxlayan nədir? Çətinliklərmi, müsibətlərmi, yoxsa fitnələrmi? Allah Teala Qurani Kərimdə buyurur, ey möminlər, sizdən əvvəlki insanların başına gələnlər sizin başınıza gəlməmiş, cənnətə, behiştə daxil olacağınızı mı güman edirsiniz? Onları fəlakət və sıxıntı elə bürümüş, elə sarsıtmışdır ki, hətta Peyğəmbər və iman gətirənlər Allahın köməyi nə vaxt gələcək demişlər. Bilin ki, Allahın köməyi isə yaxındır. Bəqərə surəsinin 214-cü ayəsi. Ey insan, ola bilsin ki, səni dəvətdə zəiflədən səbəb qardaşlarınla hər hansı bir məsələdə ixtilaf etməyindir. Sonra fikirləşmirsən ki, bunlar dəvətə yaramaz, bunlar paxıldır, bunlar ədalətsizdir, bunlar dünyanı çox sevir və onları tərk etmirsən. Amma sən özünü onların yerinə qoy, onlar üçün gözəl zəndə ol, onların xatalarına səbr et və bağışla. Allah Teala Qurani Kərimdə buyurur, kim səbr edib bağışlayarsa, həqiqətən də Allah yanında bu ən böyük əməllərdəndir. Şura surəsinin 43-cü ayəsi. Aranızın islahı üçün Allaha bol-bol dua edin. Problemlərin həlli üçün aranızda ədalətli bir nəfər götürməklə bir araya gəlin. Oturun, qarşılıqlı söhbət edin. Tək başına məsələni həll etməyə çalışmayın. Allah Teala ümmətin ən ədalətli insanına xitab edərək Qurani Kərimdə buyurur, onlarla müşavirə et, yəni məsələni tək həll etmə. Və bir şey də bil ki, xatasız insan yoxdur, qızıl gülün də tikanı var. İnsan nə qədər alim olsa da belə cəmaatdan uzaqlaşanda zəifləyir. Xatasız dost axtarsan, dostsuz qalarsan, dostsuz da bu yolu gedə bilməzsən. İnsan nə qədər imanlı olsa da bir şeyi yaddan çıxartmasın ki, o insandır, unutqandır, unutduğu zaman onu xatırladan bir dosta ehtiyacı var. Ey qardaş, ola bilsin ki,
dəvətə yaramayan sənsən ki, qardaşlarını tərk etmirsən və ya hər şeydən inciyirsən, ya da çox sərt və ya kobudsan. Allah Teala Peyğəmbər sallallahu aleyhi və səlləmə müraciət edərək Qurani Kərimdə belə buyurur: Əgər qaba və sərt ürəkli olsaydın, əlbəttə onlar sənin ətrafından dağılıb gedərdilər. Ali İmran surəsinin 159-cu ayəsi. Yunus rahimehullah buyurur: Şafidən daha ağıllı birisini görmədim. Bir gün onunla bir fikir məsələdə ixtilaf etdik. Sözümüz düz gəlmədi və ayrılıb getdik. Və münaqişədən bir gün sonra o mənim qarşıma çıxdı. Məni qucaqladı və mənə belə dedi: Ya Əbə Musə, bizim müəyyən bir fikir məsələdə ixtilaf etməyimiz bizim qardaş olmağımıza mane olmasın. Müəyyən fikir məsələlərdə ixtilaf etsək də, nə qədər ki, həmin məsələlərdə açıq aydın dəlil yoxdur və ya iki tərəfin də dəlilləri güclüdür, eyni rəyə gəlmək çətindir. Belə halda biz ixtilaf etsək də, bu bizi qardaşlıqdan yayındırmamalıdır. Məyər Peyğəmbər sallallahu aleyhi və səlləmin əshabələri müəyyən məsələlərdə ixtilaf etmirdilərmi? Edirdilər. Amma bu onların qardaşlığını zəiflətmirdi. Bir də görürsən ki, iki nəfər ixtilaf edir. Niyə görə səsli namazlarda imamın arxasında Fatihəni oxumaq vacibdir ya yox? Münaqişə edirlər, razılığa gələ bilmirlər. Sonra da görürsən ki, bir-birinə salam vermirlər. Allah bütün müsəlmanların hidayətini artırsın. Ey qardaş, qulaq as gör nə deyirəm. Qəlbini bütün pisliklərdən, kin-küdurətdən təmizlə və əlini qaldır, dua etdi. Allahümmə bizi və imanda bizi ötmüş qardaşlarımızı bağışla. Qəlbimizi iman gətirənlərə qarşı kin-küdurətdən, paxıllıqdan təmizlə. Qəlbimizi saf və təmiz et. Ey insan, qayıt qardaşlarının yanına, onların əlini Allah üçün sıx və onlarla yenidən birləş. Allah Teala Qurani Kərimdə buyurur: Yaxşı işlər görməkdə və təqva üzərində bir-birinizə yardım edin. Yardımlaşın, pis işlər və düşmənçilik etmək üzərində bir-birinizə kömək etməyin. Ey insan, qardaşına qarşı qəlbində olan bütün pis fikirləri, paxıllığı, həsədi, pis zənnə qapanmağı burax. Sanki həyata yenidən qədəm qoy, yenidən başla, olub keçənləri bağışla. Necə ki, İmam Buxari Quran məxluqdur fitnəsi zamanında öz imamlığını sübuta yetirmişdi. Buxari rahiməhullahın yanına gəlib deyirlər: Sənin barəndə filankəslər belə-belə danışır. Buxari: Onlara bəddua etmirsənmi? Buxari onlara Allahın bayəsini oxuyur. Şeytanın hiləsi zəifdir. Pis əməllər ancaq öz sahibinin başında çatlayacaq. Fatih surəsinin 43-cü ayəsi. Buxariyə deyirlər: Sən onlara bəddua etmirsənmi? Buxari deyir: Peyğəmbər sallallahu aleyhi ve sellem buyurmuşdur: Səbr edin, hətta mənimlə hovuzun yanında qarşılaşana qədər. İmam Əhmədə gəldikdə isə bir gün o gecəni səhərə qədər ağlayırdı. Səhər olanda ondan soruşurlar ki, onu ağladan nə idi? İmam Əhməd deyir: Gündüz dərs keçəndə, dərs əsnasında Allahın bu ayəsi qarşıma çıxdı. Allah Teala buyurur: Hər hansı bir pisliyin cəzası onun özü kimi bir pislikdir. Bununla belə hər kəs pislik edəni bağışlasa və onunla barışsa, onun mükafatı ancaq Allaha aiddir. Şura surəsinin 40-cı ayəsi. Və deyir, bu vaxt Mu'təzimi xatırladım. Mu'təzim kim idi? Mu'təzim İmam Əhmədin şallaqlanmasına və döyülməsinə fərman verən kimsə idi. İmam Əhmədi Quran məxluqdur demədiyi üçün özündən gedənə qədər döydürmüşdü. Qamçıların dəydiyi yerlər çürüdüyü üçün müalicə etmək mümkün olmadığından kürəyinin ətləri kəsib götürülmüşdü. İmam Əhməd deyir, onu xatırladım. Namaz qılıb ağladım ki, ey Rəbbim, mən haqqımı halal etdim, sən onu bağışla. Bax, ey Allahın qulu, bizdən əvvəlkilər belə idi. Əgər desən ki, söz yarası qılınc yarasından daha betərdir, deyirəm ki, İmam Əhmədə həm qılınc yarası deymişdir, həm də söz. Əgər desən ki, mən İmam Əhməd deyiləm, onda deyirəm ki, kör da gündüzə qaranlıq dedikdən sonra mən gündüzü ona necə başa salım? O da sənin kimi ətdən və sümükdən əmələ gəlmiş insandır. Ömər İbn Abdüləzizə gəldikdə isə onun ölüm anına nəzər salaq. Ömər İbn Abdüləziz qulluqçusunun əli ilə düşmənləri tərəfindən zəhərlənərək öldürülmüşdür. Ölüm ayağında ikən qulluqçusunu çağırıb belə deyir: Allah üçün mənə düzünü de, məni zəhərləmək üçün sənə nə qədər veriblər? Qulluqçu deyir: 1000 dinar ya əmirəl-möminin. Ömər İbn Abdüləziz deyir: get, səni Allah üçün bağışladım, azadsan. Ey Allahın qulu, bəs çıxış yolu nədir? Ola bilsin ki, səni dəvətdə zəiflədən səbəbləri zikr etdim, sadaladım, amma ola bilsin ki, sənin dərdin başqadır, dəqiqini isə Allah bilir. Uzun sözün qısası, həmişə öz imanına sadiq qal, evə girib tək tənha qalanda nə edirsən, tək qalanda da insanların içində olduğun kimisənmi?
Allahın haramları ilə üz-üzə gələndə, əgər rastına pis şəkilli qəzet və ya jurnal çıxanda və səni heç kim görmür, bu vaxt nə edirsən? Gözlərini zilləyib baxırsan, yoxsa üzünü çevirib Allahümə məni bağışla mı deyirsən? Əgər işinlə əlaqədar bir qadınla tək tənha qalanda nə edirsən? Şirin-şirin söhbət edirsən, yoxsa uzaqlaşmağa çalışırsan? Ey insan, aç Allahın kitabını oxu. Allah Teala Quran-ı Kərimdə buyurur: Allahdan qorxanlara, təqva sahiblərinə bir vəsvəsə toxunduğu zaman Allahın əzabını və rəhmətini xatırlayıb düşünərlər və bu düşünmək dərhal onların gözlərini açar və görərlər. Ərəf surəsinin 801-ci ayəsi. Ey Allahın bəndəsi, qulaq as, sözümü sona çatdırmamışdan öncə sənə bəzi nəsihətlər edəcəm. Necə ki, Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur, din nəsihətdir, yəni davamiyyətli bir nəsihətdir. Və bizim də borcumuz öz vicdanımıza və bir-birimizə nəsihət etməkdir. Və bil ki, insan necə acıyırsa, insanın imanı da elə acıyır. Əgər qarnını düşünürsənsə, imanını, ruhunu və vicdanını da düşün. Bir günün qazancı bir ay yetmədiyi kimi, bir xütbədə, bir dərsdə, bir məclisdə olan söhbətdə bir ay sənə çatmaz. Qarnın üçün ya səni tərk edəcək bədənin üçün verdiyin mücadilənin, çalışmanın heç olmasa yarısını imanın üçün ver. Birinci insan, Allahın sənə qarşı olan sevgisini və sənin üzərində olan nemətini xatırla və bil ki, sən kimsəsiz deyilsən, səni sayan və səni düşünən biri var. İnsan Allah yanında dəyərli bir məxluqdur. Allahın quluna olan rəhməti, ananın övladına olan rəhmətindən də böyükdür. Allah bu kainatı, gördüyün bu okeanları, torpaqları, göyü, ayı, ulduzları, günəşi sənin üçün yaratdı. Sənə böyük ehtimam verdi. Allahın nemətlərini saymaqla qurtarmaq olmaz. Elə bu arasıdır. Allah sənin üçün əbədi xoşbəxtlik yeri, cənnəti yaratdı. Allah səni cənnət üçün yaratdı, yanmaq üçün deyil. Dünyaya gəlib ona ibadət edib cənnətə girəsən deyə yaratdı. Yanmağı seçmək, cəhənnəmi seçmək isə insanın öz seçimi, öz tərcihidir. Amma sən nə etdin? Bu qədər sayğının qarşısında Allahı lazımınca qiymətləndirmədin. Bu qədər nemətin qarşısında nankörlük etdin. Allah sənə bu qədər yaxşılıq etdi, amma sən nə etdin? Allah Teala Quran-ı Kərimdə buyurmurmu? Yaxşılığın əvəzi yaxşılıq deyilmi? Rad surəsinin 60-cı ayəsi. Ey insan, Allahın etdiyi yaxşılığa cavab vermək, Allahın istədiklərini yerinə yetirməklə olur. Allah Teala bir hədis-i qudusda buyurur: Ey qulum, mən ac idim, niyə görə məni doyuzdurmadın? Qul deyir: Ey Rəbbim, sən aləmlərin Rəbbisən, mən səni necə yedizdirə bilərdim? Allah Teala buyurur: Əgər o acı yedizdirsəydin, məni onun yanında tapardın. Allah Teala buyurur: Mən xəstə idim, niyə məni ziyarət etmədin? Qul deyir: Ey Rəbbim, sən aləmlərin Rəbbisən, mən səni necə ziyarət edə bilərdim? Allah Subhanahu Teala buyurur: Əgər o xəstəni ziyarət etsəydin, məni onun yanında tapardın. Necə ki, sələf alimlərdən biri buyurur: Allah qəlbi qırıqların və kimsəsizlərin yanındadır və elm alçaqda olan kimsələri yüksəltməkdir. Və sağlığında ikən insanlara qiymət ver, fürsətlərdən istifadə elə və verilən fürsətlər buludlar kimidir, tez yox olub gedir. Və həqiqi dəyərli insanlara gəlincə, insanlar tərəfindən ehtimamsız qaldıqları üçün sıxılmasınlar. Allah heç bir həqiqi dəyərin əriməsinə imkan verməz. Yetər ki, sən dua et və çalış, ümidsiz olma. 3 şey var ki, Allah onları qarşılıqsız buraxmaz: axıdılan tər, yuxusuzluq və göz yaşları. Ey insan, bütün bu eşitdiklərdən sonra nəyisə düşündünmü, nəyisə xatırladınmı? Təqsirin, naqisliyin başqalarında deyil, özündə olduğunu bildinmi? Vaxtını boşa keçirdiyini anladınmı və bildinmi ki, sənin ömrün azdır, amma sən həmişə başqaları öləcək zənn edirsən, amma ölümün sənə yaxın olduğunu hiss etmirsən. Artıq insanlar, dəvətçilər xeyir dalınca qaçdılar, amma sən bu xeyirdən özünü məhrum etdin. Necə ki, Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur, səhih bir hədisdə buyurur: Bir insanın sənin səbəbinlə hidayətə gəlməsi sənin üçün dünya və onun içindəkilərdən daha xeyirlidir. Bir xeyir işə dəlalət edən, yönləndirən, səbəb olan onu etmiş kimidir. Sənə bir qardaş kimi nəsihət edirəm, qulaq as, öz vaxtını tənzimlə və öz vicdanını hesaba çək və vaxtının müəyyən bir hissəsini dəvətə ayır. İstər dillə, istər malla, istər nəyisə paylamaqla və s. dəvət etməyə yollar çoxdur və dəvətdə sənə yardım edən amillərdən istifadə et. Peyğəmbərlərin, sahabələrin, alimlərin həyatını oxu
Məsələn, Yusuf Peyğəmbər kiçik yaşlarındaykən onu atanasından ayırırlar. Bir şey qalmır ki, onu öldürsünlər. Sonra da onu aparıb ucuz bir qiymətə satırlar. Sonra isə fitnələrlə üzləşir. Sonra isə şərləyib türməyə salırlar. Yusuf Peyğəmbər türmədəki dostunu dəvət edir və deyir: ayrı-ayrı bütlər, tanrılar daha yaxşıdır, yoxsa hər şeyə qadir olan tək Allah? Yusuf surəsinin 39-cu ayəsi. Yusuf əleyhissalam türmədə belə dəvəti tərk etmirdi. Ömər ibn Xattab ölüm ayağında olanda cəmaat gəlib onu bir-bir ziyarət edirdi. Bir nəfər gənc onun yanına girib və onun ümməti üçün etdiyi işləri sadalayır, söz açır və özünün ondan razı olduğunu bildirir. Gənc getmək istəyəndə Ömər ibn Xattab görür ki, onun izarı yerlə sürünür və onu çağırıb deyir: Allahdan qorx və izarının ətəyini qaldır. Ömər ibn Xattab ölüm ayağında belə dəvəti tərk etmədi. Amma bizə nə olub ki, evdə, işdə, vəzifədə və ya maşında oturub durduğumuz yerlərdə imkan varsa hikmətlə dəvət etmirik, səhlənkarlıq edirik və ya tənbəllik edirik. Peyğəmbər sallallahu aleyhi və səlləm necə ki, Səhih Buxaridə buyurur: Allahümə mən tənbəllikdən sənə sığınıram. Ey qardaşım, bütün bunları eşitdikdən, bildikdən sonra elm üzərində azanlardan olma. Allah Taala elm üzərində azanlar barəsində Qurani Kərimdə belə buyurur: O elə bir köpəyə bənzəyir ki, üstünə getsən də dilini çıxardıb ləhləyir, getməsən də. Yəni onun üçün heç bir fərqi yoxdur. Nəsihət olunsa da, olunmasa da eynidir. Artıq onun qəlbi dəyişib. Allah Taala'dan istəyirəm ki, bizləri onun yoluna haqqı ilə dəvət edənlərdən etsin. Daima Allahın əzəmətini xatırlayıb və məsuliyyəti hiss edək. Necə ki, Allah Taala Qurani Kərimdə buyurur: Sizə nə olub ki, Allahın əzəmətindən və qüdrətindən qorxmur, onu layiqincə uca tutmursunuz. Nuh surəsinin 13-cü ayəsi. Allahümmə elədiyimiz səhlənkarlığa görə bizi bağışla, bizi fitnədən və fitnə əhlindən və fitnəyə yaxınlaşdıran əməllərdən biz səninlə qapanmaq və eşitdiyimiz hər hansı bir məsələni dəqiqləşdirməməkdən bizləri qoru və bizləri bu dünyadan ayrılanda müsəlman kimi ayrılmağa bizə kömək ol. Və sallallahu və səlləm alə nəbiyyinə Muhammed və alə alihi və sahbihi və səlləm.